Mənə inanmırlar. Həmişə deyirlər ki, bir qadın tək başına bu qədər uğuru qazana bilməz. Deyirlər evi var, maşını var, şirkəti var, yəqin kimsə köməklik göstərib. Amma mən hər zaman bir şeyi sübut etməyə çalışmışam. Mən Gülanə Ağamaliyeva 21 yaşımda tək başına heç bir dəstək olmadan öz biznesimi qurmuşam. Mən biznesə başlayanda mənim böyük büdcəm yox idi. Mənə inanacaq insanlar yox idi. Mənim təkcə özümə inamım var idi. İnanırdım ki, əgər istəsəm bacararam. İnanırdım ki, bir qadın istədiyi zaman qarşısına çıxan hər şey dəyişə bilir. İnanırdım ki, öz hekayəmi özüm yaza bilərəm. Bəzən tək qaldım, bəzən ağladım, bəzən yoruldum, amma dayanmadım. Mən çox yoxlar eşitdim. Çox bacara bilməsənlər, çox sənlik deyil deyənlər oldu. Amma yoxların içində mənim milyonlarla bəlim var idi. Hər imkansız deyənə qarşı içimdə saysız imkanlar görürdüm. Çünki mən bilirdim, əgər bir qadın ürəkdən istəyirsə, heç nə onu dayandıra bilməz. Yəni bu günləri mənim böyük uğurlarım var. Evim, şirkətim, maşınım, istədiyim həyatım var, amma mən